külçə hazırlayıram. Bilmirəm, burada partlama deyirlər, amma biz qəndi külçə deyirik. Amma bu içliyini hazırlayıram. Görün marojna kimidir. İndi buna un qatacağım. Baxın, yağ, bir də şəkər pudrası. Bir dənə də yumurtanın ağı. Vanil, bir də qabartma tozu. Baxın, marojna da mikserlə çaldım. Marojna da elə bil. Buna baxın. İçləri belə düzəltdim. Üstünü örtürəm ki. Sonra iftarını da hazırlayacağım. İftar süfrəsini hazırlayacağım. Bunlar özlərinə gəlsinlər. İftarı verim, sonra başlayacağım bişirməyə. Qəndi külçəm dünən hazır oldu. Dünən bişirdim. Açım göstərim. Soyudu, süfrəyi bükdüm. Sonra soyandan sonra klop keçirirəm ki, qurumasın da. Qəndi külçələrim belə. Baxın, hazırdır belə. İndi isə şəkər vuran xəmirini eləmişəm. Mən səməni qoymuşdum, yadınızdadırsa. Səmənini islatdım. İndi mənim səmənimin halını görmək istəyirsiniz. Baxın, görün. Görün nə qəşəng olub artıq. Xoşum gəlir, baxıram, doymuram. Görünür, yoxsa yox. Sabahınız xeyir. Gedirik müəllim yanına. Olmuşumla. Aparım müəllim yanına gəlim, sonra başlayıb fələ ilə əlbəyaxaya. Deməli, yayda həyətdə asıram, paltar asanım, həyətdə var 2 dənə. Mən bu paltar asandan çox xoşlayıram, amma bu paltar asanlardan çox az rast gəlirəm. Elə o qulaqlılar var belə. Onu da asan yeri belə ipləri dardır deyə. O mənə rahat deyil də, yəni. Ona görə pastel asmaq məndə çox çətin olur. Mən bacarmam, bilmirəm sizdə necədir. Ona görə də mənə bundan xoşum gəlir. Nəysə, həyətdə də bundan varımdır, evdə də. Deməli, mənim kimin evindedirəm, mənə deyirlər ki, sən mövcudsan, qəribə adamsan. Mən deyirəm ki, mən nəyim qəribə axı. Bəzən görürəm ki, doğrudan da qəribəyəm. Məsələn, mənim evimdə 4 paltar asan var. Kimin evində var 4 dənə paltar asan var? Məndə var. 2 qulaqlıdan, 2 bundan. Niyə? İkisi evdədir, ikisi həyətdədir. Çünki qışda istip oldu hamam bizdə. Bir də genişdir də, hamam böyükdür. İstip oldu, burada atapleniya. O için çox isti olur. Qəşəng paltar asıram, buradan asıram, oradan quruyur da, tez olur. Həyətdə isə asanda bilirsiniz ki, yəni qışda nəm qalacaq da, çox da saxlasan rütubət iyi verir. Mümkün deyil, yəni orada paltarların quruması. Ona görə də mən 2 dənə, biri yuxarıda qoymuşam paltar asan. O yuxarıdakı paltar asana uşaqlar yuyulandan sonra sadəcə vanna xalatların, nə bilə başlarından indi qurutduqları papaqları falan, onları asırlar orada. Aşağıda isə, hamamda isə budur. Bəs burada paltarlarını asıram, qışda quruyur. Həyətdə isə 2 dənə də həyətdə varımdır. Biri bundan, biri qulaqlıdan. Buna paltarı asıram, ona da dəsmalları falan asıram. Çünki dar olduğu üçün onun da dəsmalları, əl üz dəsmalları, sonra nə bilim çay dəsmalları falan, belə şeylər asıram da. O biçim. Deyirəm ki, balam, doğrudan da bəzən deyirlər, mən deyirəm, mənim nəyim mövcud. İndi bəzən baxıram, deyirəm, yox, doğrudan da ola bilər, məndə də bir mövcudluğu var. Çünki heç kəsin evində mən elə 4 paltar asanın, asılqanın olduğunu heç eşitməmişəm. O biçim, balam, mənim evimdə biləsiniz, 4 dənə paltar asan var. Möcüz işlər məndən çıxır. Buradan ora daşıyım, oradan bura daşıyım. Sadəcə eləyə bilərəm qışdan. Götürüm həyətdəkini yuyum, gətirim bura. Amma ki, eləmək istəmirəm. Çünki həyətdəki oje, baxmayın da, həyətdə qalır, oje paslanır, bir cür olur, nə bilim, nə olur da, ayaqları sadır falan. Bu isə tərtəmizlik gül kimidir. Evdəki evdə, yayda bunu götürürəm elə yığıram. Qoydum bu tərəf, burada belə. Dümdüz belə qalır. Nə yer tutmur, nə bir şey. Qəşəng olur. Qışda isə istifadə edirəm. Necədir siz üçün? Yəni, belə bir ağıllı fikir sizə tövsiyə edeyim, istəsəniz. Siz də istifadə edərsiniz. 2 dənə də vedrəm var. Deməli, biri budur. Bir dənə də həyətdə vedrəm var. Sonra, burada şpilkalarım ayrıdır, həyətdəki ayrıdır. Onu kaladıfaya qoymuşam, kombi olan otaqda qoymuşam o vedrəni şpilkalarla ki, şaxta vurub payma olmasa, xarab olmasın.
Paraşoklar falan da orada saxlayıram, paltarın yanında, istirayını da oradadır. Neyse, orada hətta vedrələrim də ayrıdır, şpilkalarım da ayrıdır. Həyətin ayrı şpilkalarıdır, buradakilar da ayrıdır. Bunu ona qatmıram, onu buna qatmıram. Özür ki, belə qəşəng xeyləm də var. Belə, yəni mən hər şeyi, nə bilim, əşvişvəsi ilə xoşlayanam, bilmirəm. Bunu ona qatmaq istəmirəm, onu buna qatmaq istəmirəm. Belə xoşlayıram, bilmirəm. Mənə deyirlər ki, nə möcüz adamsan. Elə bu vedrəni götür orada paltarlar rastla, yayda. Gətir, qışda da gətir buradıram. Yox, bunu ona öş qatın. Paltarasan da gətirdim. Yox, buranın paltarasan başqa olsun, ayrı olsun da. Çünki bunu ona qatın, bu tərtəmiz gül kimi. O da ki, baxma da həyətdə qalır. Neyse, amma o bundan keyfiyyətlidir. Bunu sonradan almışam. Onu isə yoldaşım o vaxtı mənim üçün almışdı. Gör neçə ildə alıb, nə qırılmır, nə dağılmır, nə bilim sınmır. Bunlar, baxın, bu belə ürəyim əsasən nasıram, görürəm ki, nazidir. Bunların qalınları var, düzdür. Amma ki, o mənim rastıma çıxmıyor indi. Neyse, amma ki, yoldaşım alanlar çox möhkəmdir doğrudan da. Onlar çox, əvvəlkilər hər şey keyfiyyətlidir. Asıma baxın, siz Allah sizə göstərim. Deməli, bunlara tapayım üstə qoyacağım, o maskilərdir. Mən tasıma baxın, bax, daha buradan göstərim, mən görünüyorsun. Mən o ağıllı oluşum. Bu mən tasımı buna gətirirəm. Bir dənə də belə səbət kimi varımdır. Ona isə paltarlar quruyanda bir götürürəm, yığıram, onu gətirirəm də. O mənim səbətim. Amma bunu isə yuyulan paltarları bunda gətirirəm evə də, asıram. Mən paltarları asandan sonra mənim oluşum götürür, bunun içinə girir, deyir, bunu aparma. İçinə girəcək bir fırlanır, bax, belə fırlanır. Görəsiniz. Fırlanır, oynayır, şıllaq atır öz üçün. Bu tasla belə, day belə Leyli Məcnundur. Ondan sonra oynayır, əl-axırda uşu doyur. Deyirəm ki, Norik, düşürəm aşağı, məsəl üçün götürürüm, hələ yox, axırda deyir, hə, uşu götür, uşu bilirsən ki, doyub da day. O qədər elədi, axır bura baxım, bunu partlatdı belə. Sonra dedi ki, mama, sən bir dənə söz demək istəyirəm. Dedim, buyur, oluşum. Dedi ki, partlatmışam, mən bunu. Sən qurban olsun, hər şey, sən qurban olsun. Qurban olsun, sən taslar. Nə qədər istəyirsən, partlat. Canım oluşum. Sənə göstərmək istəyirəm, baxın. Deməli, mama mənə belə yekə qazanlar verib. Biri budur, qəndi gülçəni qoymuşum ona. Bunda da şəkər buralardı, yer qalmışdı. Buna sıxlıq olmasın deyə buna da qəndi gülçə yığdım. Deməli, indi oturum, sizə gülməli bir şey danışım. Deməli, mama mənə bu qazanları verəndə bir dənə də çüyün vedrə verib mənə. Onu Lənkəranda saxlamışam. Deməli, deyirdi mama, mən bu qazanları neyim? Boyda qazanı, indi belə görün, bura baxın, görün nə boydadır, əldə. Bilsin, indi göstərim sizə, görün, bu nə boyda. Bu bundan da boyda, bu da boydadır. Buraları çox o qədər işlətmişəm, 20 ildir də artıq gəlinəm. Burada düşüb çüyünlər falan da düşüb bəzilərinə. Nəysə, uzun sözün qısası dedim ki, mamul, mən neynirəm bu verən vaxtda, dedim ki, neynirəm mən bu qazanları, mama, bunlarda bozbaş falan bişəcəm. Ki, sən mən bildiyimi bilməz, az danışır. İndi hər dəfə bayram çörəklərini bunlara yığıram, qoyuram xaladenikada soyuducuya. İndi hər dəfə yığanda, hər il Allah bütün yaşayan ataların, anaların canına sağlamlıq versin, dünyasını dəyişənlərin məkanı cənnət, ruhları şad olsun. Deməli, hər dəfə mən mamulya edirəm ki, mamul, bu qazanları nə yaxşı sən mənə vermirsən, Allah canına dəyməsin. Mamay bunu demirəm, mamay qanad versən, mama buludların üstündə başlayır uçmağa. Mama haqlıdır, axı, deyirsən ki, mamul, sən haqlısan da. Baxın, hər il deyəndən, bəlkə bir 2 ay, mama başlayır bunu ballandıra, mama bunu bəziyə, mama bunu belə, nə bilim, belə fışfışa, hər gələn adamın yanı mama bunu deyəcək, hər il. Yox, cavanlar nə bilirlər axı. O vaxtı mən də bu qazanları verəndə deyir, neynirəm, hara qoyacam, Bakıda yaşayacam, neynirəm, nəyimə lazım, Amma indi hər dəfə çörəkləri yığır, mənə nə qədər doyulur. Hələ üçün vedrəsi də var, onu gətirmir. Nə qədər deyirəm, gətirmir. Bu bizim bildiyimizi nə biləcək? Ya mənim özümə deyir, elə mama deyirəm, sən mənim bildiyimi nə biləcəksən? Sən qazanları da verirdim, elə deyirdim ki, istəmirəm. Bax, görürsən, indi təşəkkür edirsən, indi çox sağ ol deyirsən mənə. Qızım, mənim bildiyimi bilə bilməzsiniz. Tak što, mən deyən vaxt o sözü qəbul edir, sonradan gəlməyin o söz. Belə mənim vaxtımda qəbul edib, mənə də yormayın. Mamul, sən hər zaman axlısan. Canım mənim, hər zaman axlısan sən də. Oradan da mamalar nə deyirlərsə, düz deyirlər. İnanın mənə, onların təcrübəsi bizdən çox olur. Onlar təcrübə olaraq, yəni deyir, insan yaşı qədər bilər, yoxsa yaşadığı qədər, deyirlər, yaşadığı qədər. Hələ həyatda çox şey yaşamış, görmüş insan, yaşı az olsa belə daha çox həyat təcrübəsi olur. Ona görə də valideynlərin həyat təcrübəsi bizdən çox öndə olduğu üçün onların sözlərinə qulaq asmaq lazımdır. Mən də qulaq asıram, dua edirəm, şükür edirəm, çox sağ ol deyirəm.
İndi demək istəyirəm ki, kim izləməyə almadan bu video qarşısına çıxıbsa, izləyirsə, buracan gəlibsə, çox təşəkkür edirəm izlədiyi üçün, ötürmədiyi üçün, yəni keçmədiyi üçün başqa videoya, başqa deməli kanala çox təşəkkür edirəm. İzləməyə alsa bu bayram günündə məni çox sevindirəcək. Bir Allahın qulunu çox sevindirəcək, bir Allah bəndəsini çox sevindirəcək. Pulsuz, parasız, təmənnasız. Bir də ki, mən belə izləməyə alanda hər bir nəfər artanda inanırsınız ki, mən bunu başqa videomda da demişdim bir dəfə, elə mənaları yükləyirəm. Çünki mən sevgini onunla görürəm. Deyirəm ki, əgər biri məni izləməyə alırsa, deyirəm ki, deməli məni çox bəyənib. Necə bəyənib? Yəni səmimiyyətimi görüb, dürüstlüyümü görüb, olduğu kimi davranıram mən, olduğum kimi göstərirəm, olduğumdan artıq göstərməyə çalışmıram. Səmimiyyətsizlik məni yorur, sevmirəm elə şeyi. İnsanlar da səmimiyyətsiz, yalandan güləndə özümə də xoşlamıram. Özüm də elə olmuram. Ona görə də deyirəm ki, deməli mənim səmimiyyətimi görüblər, deməli mənim bəyəniblər videomu, deməli dürüstlüyümü gördülər. Nə bilim də belə 50 dənə məna yükləyirəm. Siz bir nəfər məni izləməyə alıb, bir nəfər artmışam deyib, mən bir nəfər çoxalmışam. Allahım, mən ona nə mənalar yükləyirəm, nələr, ay məni çox istəyirəm. Nə bilim, mən sevgini ona başa düşürəm. Çünki mən sizə buradan deyə bilirəm. Amma siz, mən görmürəm axı sizi. Deyirəm ki, hə, bu deməli məni bax çox istəyirlər. Bu qədər məni sevən var. Like-a toxunurlar, deyirəm ki, hə, deməli videonu bəyəniblər. Zəhmətimə dəyib, əziyyətimə dəyib. Nə bilim belə, ona görə də izləməyə alsanız çox sevinirəm. İzləyicilərimə isə, daimi izləyicilərimə isə buradan minnətdaram, təşəkkür edirəm. İzləməyə almayanlara da canlı sağ olsun, neyim, eyb yox, izlədiniz, bura qədər çox sağ olun, haqqınızı halal eləyin. Amma izləməyə alsanız sevinərəm. Sonra bayramınız mübarək olsun, Novruz bayramınız, çərşənbəniz, orucluq bayramınız mübarək olsun. Ən birinci can sağlıq arzulayıram. Sonra mehribanlıq arzulayıram. Sonra bol ruzi bərəkət arzulayıram. Yəni bu can sağlığı, mehribanlıq çox önəmlidir. Onda insan olan ruzusunu rahat yeyə bilir, çörəyini rahat yeyə bilir. Bunlar üçü bir-birlə zəncirvari bağlıdır. Ona görə də bu üçünün də bir yerdə kompakt olaraq hamımızın həyatında var olsun, diliyirəm, var olmasını diliyirəm. Gözəl günlərə siz bayram çörəkləri hazırlayasınız, bişirəsiniz. Evinizdə gözəl günlər olsun, hazırlayasınız. Gözəl yerlərə dəvət olunasınız, hazırlayasınız. Xoş xəbərlər eşidəsiniz. Ən gözəl hadisələrlə yadınızda qalan bayramlardan biri olsun. Əzizlərim, öpürəm hamınızı. Sizi çox sevirəm. Gözəl videolar yenə yoldadır, gəlir. Gözləyin səbirsizliklə. Gözəl videolar inşallah gələcək. Hər həftə mən video yükləyirəm. Hər həftə bir video yükləyirəm. Allah eləməmişsə, xəstələnsəm eləsəm, soyuqlasam eləsəm, çalışıram ki, stokda videom olsun ki, kanalım o həftə birdən çəkə bilməsəm, xəstələnsəm, yəni boş qalmasın. Çalışıram, yəni hər həftə video yükləməyə çalışıram. Kofenizi, çayınızı, bayram çörəklərinizi qoyun qarşınıza. Oturun, seyr eləyin də özünüz üçün. Gülün. Öpürəm hamınızı. İzlədiyiniz üçün təşəkkür edirəm.